Salam dostlar. Paris deyiləndə təkcə Eiffel düşünməməlidir. Parisin ruhunu məncə ən yaxşı bu Montmartre təpəsi ifadə edir. Gördüyünüz bu Sacré-Cœur adlı bazilikadır. Montmartre'ın düz təpəsində yerləşir. Arxa fonda göstər. Bura ən yüksək təpədir. Buradan Paris'i siz görə bilərsiniz. Bütün güneş karşı taraftan olduğuna göre o kadar yaxşı görünmür. Bu təpədə, təpənin adı Şəhidlər Bağı adlanır. Burada Hristiyanlığın hansısa mərhələsində bir müqəddəsləri onların vəfat edib, şəhid olunub onların sözü ilə. Və sonradan bu kilsə, bazilika burada inşa edilib. 19-cu əsrə qədər bura sakit bir yer olub. Ondan sonra müxtəlif sizin adını bildiyiniz məşhur rəssamlar burada məskən edir. Bu bazilikanın arxasında bir park var. Orada yenə də rəssamlar öz rəsmlərini çəkib satırlar. Burada həmişə çox adamlar olur. Amma bugün burada bu qədər adamın olmasına səbəb üzüm yığımı bayramın qeyd eləmələrdir. Bəndərində görürsünüz bir qədər var. Feti Vandaj adlanır. Üzüm yığanlar, zəhmətkeşlər öz məhsulların gəlib burada satırlar. 4 gün davam eləyəcək. Ona görə də istər Parislilər, istər fransızlar, istər də turistlər gəlir bura. Çox təəssüf ki, Çox təəssüf ki, kilsənin, bazilikanın, katedralın içərisinə girə bilməyəcəm. Pulsuzdur giriş. Çünki çox adam var, həddən çox adam var. Yolunuz bərlərə düşsə, gəlməyi unutmayın. Sağ olun.